Özünə avtoritet deyir, biri də özünə nədir, lotu deyir. Desin, problem deyil, o idea ilə yaşasın təki. Amma yaşamırlar axı bir çoğu qardaş. Dolayısıyla yolla bunlara xidmət edirlər. Bu rejimə niyə qardaş? Bu ki bizə xidmət elə də, bu millətin sözünü de də. Ətrafınızda nə qədər adamlar var? Azərbaycan xalqının evlatlarıdır da bunlar. Maarifləndirin də. Gələcəyini xilas eləsin də. Bəs niyə bədbaxt edirsiniz onları? Siz görmürsünüz İlham Əliyev rejimi onları bədbaxt edib, gələcəyi yox, biabırçılıq, nə qədər ailələr boşanır, nə qədər oğullar ailə qura bilmir, qızlarımız ailə qura bilmir. Bu bir millətin faciəsidir. Bu bir millətin faciəsidir. Niyə ətrafınızdakiləri maarifləndirmirsiniz? Niyə yol göstərmirsiniz? Demirsiniz ki, kişi, gələcəyinə sahib çıxır. Vətən sənindir, dövlət sənindir. Bir kişinin vətənində qanun olar, ədalət olar, insan dəyəri, heyvan dəyəri, təbiətin, bitkinin dəyərləri qorunduğu bir qanun olar. Kişinin vətəni belə olar. Hansı oğru, hansı lotu, hansı sözünü deyən ətrafındakı, qurğundakı insanlara o sözü deyirdi. Var elə bir adam, tanıyırsınız. Hamısı adını o ki, siyasətə qarışmır. Sən siyasətə qarışmırsan deyə sənin ətrafındakılar da qarışmır. Beləliklə də bədbaxt olursunuz. İlham Əliyev bədbaxt edir bizi. Da bu rejim. Yaxşı oğlan olmaqla deyil ki. Yaxşı oğlan olmaqla deyil ki, yaxşı oğlanın ətrafında oğullar var, bunların haqları əzilir. Niyə bunu başa salmışsınız? Niyə demirsiniz? Niyə maarifləndirmirsiniz? Niyə demirsiniz ki, vətən pis gündə insanların haqları uğurlanır, zəlil günə qalır. Bu nədir belə? Azərbaycan niyə belə olmalıdır? Azərbaycan kişinin yaşadığı torpaqlarda niyə zülüm, zillət gəlib bura yox, bura çıxmalıdır? Niyə axı, niyə? Hə? Niyə Azərbaycanda qadın haqları yerlə bir olmalıdır? Qadın dəyərləri tapdalanır. Niyə? Niyə Azərbaycanda iş yeri əvəzinə iş yerindən çox fahişəxanalar açılır? Bu maraqlandırmır bu yaxşı oğlanları? Adını qoyublar siyasət eləmi? Yəni sənin millətini pozğunluğa, narkomaniyaya, öz başınalığa aparır, biabırçılıq, rəzalət başa alıb gedir. Sən də bunu baxırsan, ay oğru, ay lotu, ay avtoritet, ay filan kəs. Hamıya aiddir bu. Tək bu, indi Məhəmməd Mirzəlidən nədir, söhbət açılıbdır. O Emin Naxçıvanski gözünə nə bilim, bu oğru deyir, lotu deyir, amma baxırsan ki, bu rejimin yanındadırlar, bu rejimi müdafiə edirlər. Qardaş, hamıya aiddir bu. Hamıya aiddir. Belə şey olar. Hamıya aiddir, hamı özünü düzəltməlidir, hamı özünə çəki düzən verməlidir, özü-özüylə bir danışmalıdır. Mən nə tək kişiyəm, mən nə cür yaxşı oğlanam ki, mənim ana torpaqlarımda qanunlar çiğnənilir, ayaqlar altındadır. Mənim ana torpağımda yaxşı oğlanın hüququ tapdalanır. Deyirsə, yaxşı oğlan, yaxşı oğlan. Mənim vətənimdə yaxşı oğlanın hüquqları ayaqlar altındadır. Deyin, başa salın da qardaş. Oğru deyirsiniz, lotu deyirsiniz, avara deyirsiniz, ətrafınızda 5-10 nəfər adam var. Başa salın deyin də. Adamlara başa sal ki, gələcəyini məhv edirlər, həyatını məhv edirlər sənin. Ay yaxşı oğlan, ay özünə kişi deyən. Danışın deyin də. Dostuna var ki, sən siyasətdən kənar dur, ölkədə baş verənlərlə maraqlanma, zülmə qarşı çıxma, sonra da deyən, mən yaxşı oğlanam. Mən nə bilim, özümə ad verdim və yaxud da kimsə kiməsə ad verib. Versin, amma belə olmaz axı, adı da belə daşımaz da. Sən xalqın yanında dur, xalqını müdafiə elə, xalqını sev. Yoxdur belə şeylər, qardaş, yoxdur.